Tarixin göstər. Nəyin tarixin göstərsin kafel metlaq? Ehtiyac yoxdur ay Arzu, sən neynirsən? Boş bekar adam indi bir söz yazıb, sən də Yox. yenə də deyirəm. Gözəl qardaşlar, gözəl bacılar, sizdən artıq dərəcədə xahiş edirəm. Nə olar Allah xətrinə sona anıya kömək olaq. Sona anıya dəstək olaq. Ola bilər Arzuya qırğınsız, əsəbisiz. Ola bilər Sovetin adı gələndə əsəbi olursunuz. Mən başqa şey demirəm ki. Kartın nömrəsini deyim. Bir dənə de görək. Hə, Qarabağ, kartın nömrəsini. Burada sona anadan söhbət gedir. Kartı bir də deyim. 4169 4169 7388 4169 7388 3248 3248 0390 0390. Anım deyir. Yəni bir sona ana deyirdiniz, 5 ağzınızdan tökülürdü. İndi həmən adamın çətin durumudur. Nə olar Allah xətrinə kömək olaq. Mən heç kimin vəkili deyiləm. Mən o Dəli Məmməd ağanın da canlısında kömək istəyəndə deyirdiniz onun vəkili. Sən deyirdin, valla mənim heç bir təmənnam yoxdur. Sadəcə mən gördüyüm mənzərəyə inanan adamam. Amma buna sidq ürəkdən inanıram. Allah haqqı adam bayaqdan mənlə danışa bilmədi. Öyüdü, çıxdı, getdi. Belə bir durumumuzu alaya çevirməyək, zarafata çevirməyək. Adam çətinlik çəkir. Heç nə demirəm. Bugünkü gündə resept puluna yığılan pula burada pəl vurursunuz. Ay cəmaat, budur, odur. Heç nə demirəm. Ən xoş gününüz belə olsun. Mən qarğış eləmirəm ki. Yalandırsa yalandır. Gerçəkdirsə gerçəkdir. 051 322 4607 Dəstək olaq. Baxın. Baxın da siz baxın. Yəni belə bir quraşdırma mənzərə olur. Sona ana canlını açanda hamımız deyirdiniz ki, Sona ana necəsən, gəlmişik, nətərsən? Bir manat atıb Arzu, bir dənə bax gör, nəsə gəlməyib qınız. Gözlərə qurban. 42 manat oldu. Təşəkkür edirəm atanlar. Allah min əvəzini Çox sağ olun. Allah min əvəzin versin. 20 attım. Çox sağ Aygün. Var olasan. Allah min əvəzini versin. Sən bəysən. Bilmirəm. Amma Allahın ən gözəl bəndəsisən. Söhbət onu sona xanım atdığı görə demirəm. Söhbət bir ehtiyacı olan insana sən öz dəstəyini göstərdin. Öz təşəbbüsünü göstərdin. Uca Rəbbim, tək Allahımdan istəmişəm səni heç vaxt çətində qalmayasan. Evində xəstən varsa Allah ona şəfa versin. Səfərdə 50 qəpik atdı Musil. Bax gör. Arzu 50 qəpik gəlməyib. Yox, gəlməyib 50 qəpik. Haydi dostlar. Gəlib Arzu. 50 qəpik. Gəlməyib qardaş, nə olar? Bu barədə nə olar? Bu barədə qoy zarafatlarımızı, bu şit zarafatlarımızı qoyaq qırağa. Nə olar? Xahiş edirəm. Gəlməyin Sunay. Ayıb olsun, ayıb olsun, ayıb olsun. Sunay, xanımsan, sən durub ələ salırsan ki, 10 qəpik atdım. Baxın, mənim adımadır kart. Gəlməyib mi? Niyə yalandan danışırsan? Ayıb olsun sizə. Hamının qapı döyülə bilər. Eləməyin, belə şeylər eləməyin. Nə olar? Sona xala canını açanda gəlir. Ay Sona xala, necəsən? Qurban olum sənə. İndi həmən adamdır da canı ilə əlləşir. Nə olar? Kömək olun. Dəstək olun da, nə olar? Dəstək olaq, xahiş edirəm. TT, mənlə jargon danışma da, ürəyim. Yaxşı, TT, mənlə jargon danışma, aşkım. Yəni, o istədiyin cür həyatı yaşayan adamam. Mən bilirəm hər cür danışığı. Mənlə görə belə danışıb, sən dəstək olaq, nə olar? Xahiş edirəm sizdən. Sadə qız qoşuldu.
Nə qədər qalıb? 42 manat yığılıbdı. 33 manat qalıb. Arzu, dəqiq nə qədər yığılıb qədəsi? Hal-hazırda kartda 42 manat Canavar var. 4, canavar 14 Cəbrayıllı mənim yerlim. Sənə and verirəm Hacı Qaraman ocağına dəstək ol, nə olar? Xahiş edirəm. Anasına reseptlə pul yığırıq. Dəstək ol, nə olar? Xahiş edirəm. Bir Cəbrayıllı balası olaraq. Arzu, bir dənə nöqtə atın mənə mod ver. Çünki burada bəzi şərəfsizlər var, pəl vururlar. Gəlmir bax, niyə yalan edirsən 50 atdım. Ayıb olsun. Elə olanda heç baxmağa dəyməz ay Arzu. Elə sən də mənə baş, elə mandaloşkaların yazısını oxuma. Arzu, sənə bir nöqtə atın, bir dənə mənə mod ver. Burada bəzi şərəfsizlər var, pəl vururlar, pis şeylər yazırlar. Görsən nöqtəni. Görmürəm. Baba bir dənə də atdım, bax tez. Görmürəm axı, gəlmir. Biraz yuxarı qaldı sən Arzu. Yox, ümumiyyətcə gəlmir nöqtə. Düşmür onda, hə. Səninki düşmür. Mən Bəlkə artıq misafir dərəcədə xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm. Deyir, Sənan Sənan gəlmir. deyir, bir atdım. Sənan heç nə gəlməyib, qardaş. Nə olar, Allah xətrinə, qardaşlar. Bir ananın səhhətində problem var. Gəlmir, Bu məqamda onu qoyaq kənara, nə olar? Hamımızın anamız var. Ana ən müqəddəs bir varlıqdır. Nə olar? Anadan söhbət gedir. Başınıza dönərəm. Allaha and olsun, Arzu onu özünə almır. Əlbəttə ki, bu Quran haqqı Arzu onu özünə almır, qardaş. Allah heç kimi deyir, o bir söz var, bir həkimə, bir hakimə işin düşməsin. Allah heç kimi həkimə salmasın, qardaş. Həkimin nə vecnə resepti yazır, deyir, gel, alsan da özün bilərsən, almasan da. Mən qalmıram Yenə da. də balası deyə görsən, gəlib bir də anasının qeydinə qalır. Mən ana qədri bilmirəm. 051 322 46 07 051 322 46 07 dəstək olaq, nə olar, xahiş edirəm. Mənim maşınım yoxdur, bala, mən kimisə maşını sürürəm. Dəstək olaq, nə olar. Baxım, xahiş edirəm, artıq dərəcədə üst tuturam yaxşılarımıza. Dəstək olaq, nə olar. Ay Sənan, gəlməyib Sənan, gəlməyib. Gəlib nəsə Arzu? 42 manat elə. Gəlib nəsə Arzu? Nəsə gəlməyib? Yox, elə 42 manatdır. Atan. Xahiş edirəm. Mənə zəng eləyən şərəfsiz, alçaq, qeyrətsiz. Mən canlıdayım. Qoy canlıdan sonra mənə yığarsan. Dəstək olaq, xahiş edirəm. Çox xahiş edirəm. Burada yenə də deyirəm, kini küdrəti qoyaq qırağa. Nə Arzuya yığılır o pul, nə Sovetə. Bir anaya dəstək olursunuz. Allah haqqı o reseptinə yığılır o pul. Sağ ol, rəngarəng, çox sağ ol. Mən qadınlarımıza üst tuturam. Yaxşı. Mən saymıram, heç olmasa siz sayın ki, bir ananız arıltısı. Qadınlarımıza, yaxşı qadınlarımıza, bacılarımıza üst tuturam. Yaxşı bacılarımıza üst tuturam. Bax, Sona ana da bir qadındır, Arzu da bir qadındır. Sovet, qeyri-Sovet, bunlar hamısını atın bir qırağa. Öz qadın həmrəhliyinizi göstərin, dəstək olun, xahiş edirəm. Allah köməyində olsun. Sizin nəyinizə lazımdır? Dəstək olaq, xahiş edirəm, artıq dərəcədə. Üzümü yaxşılara tutub deyirəm. Mən yenə də deyirəm, mənim öz anam var. Mehri, öz anavın yerinə qoy da, nə olar? Hər bir insanın bir pis darda olan bir gün olar. Xahiş edirəm, dəstək olaq.
gün Nurlan, candır. Ay şərəfsiz. Bunların gün değildi. Hoşunda dilənçi. Ayıb deyə, şərəfsiz, nə dilənçi? Adam anasının reseptinə pul istəyir, kömək istəyir, yardım istəyir. Dəstək olun da, nə olar, xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm sizdən. Dəstək olaq, nə olar. Dostlar. Başım ağrıyor. Yuxu aparımı. Yıxa bilsəydim. Arzu, orada sən kənddə olursan da, düzdür? Hə. Kənddə olursan da. Yəni, rayonun ancaq mərkəzində ola bilər də səhərə qədər işləyən aptek, hə? Hə. Elə olsa gecə ilə gəlib almaq mümkündür onu. Ne mümkün? Atamın maşını var. Mümkün. Necə? Atamla da gedib ala bilərəm. Ne mümkündür? Amma tez yığılsaydı özüm gedib alıb gətirərdim, başladardım da onu. Çünki axşam deyəcək qızdırmam var. İşdi şayətdir. Gecə düzəlsə, gəlib alıb gəlmək olur, mümkün. Rayona yaxınsınız. Mərkəzə yaxınsınız. Çünki anam bir dəfə demişdi, kənddən aralıyıq, rayondan. Yox, çox da aralı deyilik də, maşınla yaxın, amma avtobusdan aralı. Yox, yəni bir saatın içində gəlib gəlmək olur, yəni. Hə, çox. Tez, ondan da tez. Narahat olmaz. Qoy elə sənin sona xalanın bir dənə problemi qoy, reseptin tamamlanmaq olsun. Var ümumiyyətlə rayonda səhərə qədər işləyən aptek? Hə, var. Bazarın yanında var. Yaxşı. Qurana and olsun o resept bu gecə alınacaq. Bax, Qurana and içirəm. Bax, sona xala da eşitsin. Qurana and olsun o resept bu gecə alınacaq. Bax, 480 adamın içində bu sözü mən deyirəm. Nəyin bahasına olsa, buradan düzəlməsə də o pul düzəlib bu gecə alınacaq. Prosto ki, burada bəzilərinə deyirəm ki, öz həmrəyliyinizi, öz dəstəyinizi, öz insanlığınızı əsirgəməyin də, nə olar? Sona xala neytral adam olub. Bu camiyyədə, bu yayında, bu platformada heç kimdən düşmənçiliyi olmayıb. Heç kimdən. Heç kimdən. Ay dostlar, yazığam da, nə olar? Hocamsa gedim malımı gətirim, başladım, bircə saat da olsa yatırım. Bəli. Onsuz da o gecə ilə də olsa o pul tamamlanacaq. Prosto ki, biri var, günün günorta çağı gelib alalar. Bir də var o gecəyə qala. Mən 400-500-də yaxın adamın içində mən Quranı and içdim ki, onsuz da o pul tamamlanacaq bugün. Bugündən o yana qalmayacaq. Prosto nə olar, gün günortada da geçsin alsın. Ona həkim deyib 6-cı gündən o yana qoyma. Gözün gəlsin, nə spam eləyirsən? Bilirəm, vətən, bilirəm qədəsinə. Qoy görə bu nədir? Əli Padşah. Çatmağına çox çatmır, 30 neçə manat çatmır Əli bəy. Prosto gücün nəyə çatırsa bir ananın reseptinə pul yığılır. Dəstək ol, nə olar, xahiş edirəm səndən. Bir qardaş kimi. Əli adı gözəl addır. Əli adının özü köməkdir. Xahiş edirəm sizdən. Artıq dərəcədə xahiş edirəm. Əli, Qurana and olsun bir ananın reseptinə yığılır. Nə olar? Bir ananı sevindir. Allaha xətir. Ana sonra deyə oturub burada. Vallahi belə Allah pis eləməsin, canı ilə əlləşir. Bəxtəvərlik verirsiniz, bəxtəvərçilik verirsiniz. Olmaz, qadan alım. Olmaz. Ay Allah. Bu ananı görün, fonda və o görürsünüz özüdür, başqa birisi yoxdur. Ürəyinizdən nə keçir, dəstək olun. Yəni, yenə də deyirəm, bu Sovetdir, bu Arzudur, bu nə bilim, Gürkandır, bu pis demirsiniz, pis adamlardır. Yaxşı, onlar qoyun qırağa da, agresiyanı qoyun qırağa, dəstək olun.
Öz dəstəyinizi göstərin, nə olar? Dəstək ola, xahiş edirəm. Nə necə olub, nə necə olub. Avomayırra bab nə dadın, nə necə olub, onu hamısı qoy qırağa qardaş. Bu anda söhbət bir xəstə adamın reseptindən gedir söhbət. Söhbət yalnız ondan gedir. Nə olar öz dəstəyini göstər. Sağ ol. Sağ ol Zamik. Sənə Allaha xətir deyirəm. 1 manat da sən dəstək ol. Nə olar bu qadına kömək olaq. Xahiş edirəm sizdən. Allaha and olsun onun duası ilə bəsdir sizə. Ay Allah. Ay ana. Dəstək olaq, xahiş edirəm. Çox-çox xahiş edirəm sizdən dəstək olun. Nə? Hə, nə nömrə TT başa düşmədim. Nə nömrə? Kartın nömrəsini deyirsən qardaş? Ay Allah. Hə, TT yalansa sənə Allah bəlavı versin. Hə, ayıb deyə, şərəfsiz. Baxmırlar da, sığortaya bəzi şeylər var ki, onlar daxil deyil. Sığorta elə bir öhdəçilik yoxdur ki, yazılan resepti alsın. Elə bir öhdəçilik yoxdur. O dövlət tərəfindən elə bir qayda yoxdur. Onu dövlət çatdıra da bilməz axı. Nə olar, hər şeyi qoyun qırağa da. Bu yayın Sona xanımın yayınıdır. Ona dəstək olursunuz. Sovet pisdir də, Soveti qoydunuz qırağa. Və yaxud qeyri-Sovet. Onları qoyun qırağa da. Bir adama dəstək olun. Nə olar? Kömək olun. Nə yazıb? Xocalı qızıyam, anam da xəstədir, onda mən də pul yığım. Nə bilim, ay mehri, mən sənə nə deyə bilərəm? Mən onu bilirəm ki, bir ananın xəstə olmağı sözün bitdiyi yerdir. Onu belə qoymayın. Xahiş edirəm. Belə qoymayın, kömək olun. Mən özüm də yayına arada gələndə görürəm, görürsən ki, normal yeməyi, içməyi də yoxdur. Amma bu dəqiqə yeməyin, içməyin də hayında deyil ki, düzgün o müalicəni aparılmalıdır ki, o müalicə pul yığılsın, biraz sağalsın, özünə gəlsin. Cümrah qadın idi, birdən düşdü də, indi bunu qoymayaq. Niyə belə olsun? Ay, spam gəlir. Elə çox yaşın olur. Nə var? Spam gəldi. Qoymayaq belə olsun, nə olar? Yəqin Sona xalanın TikTok göstərdi, ona görə elə oldu. İnanmırlar da heç kəs elə bilər. Ay rəngəni tamamlansın. Mən burada bütün yazılanları oxuyuram, yenə də deyirəm. Demirsiniz bu. Hər şeyi qoyun qırağa da, pisi qoyun qırağa. Siz öz dəstəyinizi bu adama eləyin. Kömək olun da, nə olar? Mamamın afristiyini harda görmüsən ki, afristi? Afristiyə qoy, canı ağrıyır onu. Baxın, onu yazan adam, səndə qan yoxdur, səndə ürək yoxdur. Adam orada canı ilə əlləşir, sən ona deyirsən afrist. Allah böyükdür, bir dən onu deyirəm. Allah böyükdür. Onun xəstəliyi ürəyinin başına gəlsin, bilə ki, turp kimidir mənana. Bəli, bəli, bəli. Allaha and olsun, burada nə rol var, nə artistlik var o sizin dediyiniz kimi. Deyirsiniz, artistlik eləmə. Mən gördüyüm qədər əminliklə deyirəm ki, burada o reseptin pulu yığılmaq uğrunda çabalayırlar. Kömək istəyirlər, dəstək istəyirlər. Dəstək ola, xahiş edirəm.
Dəstək olaq, xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm. Kimin gücü nəyə çatırsa. Talış qızı oxumuram, havaydan yazma. Azik, Arzunun ATV-də yalandan ürəyə gedib, gerçəkdən ürəyə gedib. Onun bura yeri deyil. Hər birimizin başına gələn bir hadisədir ki, adam bu dəqiqə vəziyyəti pisdir. Hamımızın başına gələ bilər. Bu dəqiqə hər şeyi qoyaq qırağa, onun yeri deyil. Bu dəqiqə onun, siz bilirsiniz insan canı ağrıyanda nətər olur. Yaşamısınız heç onu. Yaşamayanlar deyirəm. Mən bütün yazıları oxuyuram. Mən yenə də deyirəm, demirsiniz Sovet belə ola bilər, Sovet elə ola bilər sizin beynimizə. Burada Sovetdən söhbət getməsin. Xahiş edirəm, bu adamın yayında başqa söhbət eləməyin, dəstək olaq, kömək olaq, reseptini alsın. Onsuz da o resept bugün alınacaq, gecə ilə də olsa. Mən ən azından Quran and içmişəm, 480 adamın içində bəyək. 480 adam var idi, mən yayında and içdim ki, Quran haqqı arzu, sən o resepti alasın. Mən də bir şey bilmirəm ki, deyirəm. Prosta biri var, bax, neçədir, saat 5-də var idi, mən durmalıyam. Biri var saat 5-də 6-ya işləmiş ki, də onu ala. Biri var gecə ilə ala. Xahiş edirəm, dəstək olaq. Çox xahiş edirəm. Yəni, mən bilirəm ki, burada yaxşılar da var. Ola bilər, indi kimisə arzuya qarşı aqressiyası var, arzunu istəmir bir insan olaraq. Amma yəni burada söhbət Sona xaladan gedir. Sona xalanın özündən gedir. Sona xalanın xətrinə bunu eləyək, xahiş edirəm. Bu yardımımızı əsirgəməyək. 50 qəpik, 60 qəpik elə bir məbləğdir ki, yəni o heç bir işə yaramır. Amma sadəcə o bir insanın reseptinin pulunu yığılmağına böyük bir köməkdir, dəstəkdir. Arzu, heyf ki, mənə mod verə bilmirsən. Bu TT-dir, bu talışdır, bunu atardım çölə. Talışların adını batıran şərəfsiz. 15 manat ona bir anadan söhbət gedir, sən dediyin sözə bax. Tərif etmir, Sovet şərəf. Xahiş edirəm, çox xahiş edirəm. Hər dəqiqə gedən vaxt bizim ziyanımızadır.